Pirlərə inanmaq olar. Pir yoxdur ki, hətta inanasan. Pir yoxdur belə şey. Pir ümumiyyətlə yoxdur belə şey. O bütpərəstlikdir. Yəni pirlər var idi də Kəbənin ətrafında. Peyğəmbər sallallahu əleyhi və səlləm gələndə. Allah dağıtdı. Pir yoxdur. Pirlər getmir, tərkin hər şeylə inanmıyor. Tək Allah'a inan və salam. Bu Quran deyir. Peyğəmbərimiz deyir sallallahu əleyhi və səlləm. Yəni insanlara niyə görə şək belə ağır gəlir ki, yəni birbaşa Allaha yönəlmək? Düşünür ki, gələ gedim mütləq orada. Dini cəhətdən savadsızlıq, həmçinin bəzi dini rekitlər var. Onlar pul qazanmaq üçün istifadə edirlər. Çünki bu saat pirlərə baxsa, pirlər obyektdir. Bəli. Gəlir mənbəyi. Ona görə avam cəmaat da əsasən pirlər harda çox olur, elmsizlik olanda. Təbii ki, biz də mərhələlərdən keçmişik. 16-cı əsr, sonra 19-cu əsr, Şoravilər və s. yəni kommunistlər lənəhullah. Cəmaat savadsızlaşıb daha doğrusu. Sonra pirlərə bağladılıb. Onun hamısı təsiridir. Amma dində pir yoxdur. Din belə şey qəbul eləmir əslində, hətta ola. Və yaxşı baxmır din belə şeylərə. Sənin istəyin varsa Allahdan istə. Lazımdır öyle əziyyət çəkib geysən arasa. Gedmək istəyən pul yığ, ged Məkkəyə. Məkkəyə 3 dənə yerə gedmək olar. Məkkə, Kəbəyə, Peyğəmbərin məscidinə, qəbrini yox, məscidinə ziyarətə. Bir də Qüdsə. Gel sonra oralara gel. Amma başqa yerlərə lazımdır öyle gedmək. Bəli. Salam aleykum. Yəni İslamda belədir ya. İslamdan başqa ola bilsin. Amma İslam dinində budur. Salam aleykum. Sünnət namazı